Heydər Əliyev Fondunun vitse-prezidenti, İdeya İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən Yaşıl Marafon kütləvi ağac əkmə kampaniyası çərçivəsində növbəti ağac əkmə aksiyaları Bərdə və Beyləqan rayonlarında təşkil edilib. İdeya İctimai Birliyinin könüllülərinin və eko-könüllülərinin iştirakı ilə Bərdə rayonunda 600-dən çox eldə şam ağacı əkilib. Həmçinin Beyləqan rayonunda keçirilən aksiya zamanı 2000-dən çox sərv və şam ağacı əkilib. Qeyd edək ki, İdeya İctimai Birliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən Ümum Respublika Yaşıllaşdırma Marafonunun əsas məqsədi yaşıllıq sahələrinin artırılması, ağac əkmə ənənəsinin təşviqi, ətraf mühitin mühafizəsinə, ölkəmizin flora biomüxtəlifliyinin zənginləşdirilməsinə və yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir. Yaşıl Marafon çərçivəsində 2025-ci ilin payız və 2026-cı ilin yaz əkim mövsümləri ərzində ölkə üzrə 2 milyona yaxın ağacın əkilməsi nəzərdə tutulur. Rəna Rövşən qızı, BTV.